Salam Mitsubishi sürənlər və Mitsubishi L200 həvəskarları. Demək, qardaş rayondan yaxınlaşır yanımıza. Lava kalankasından yağ axtır. Sökmüş onu düzəltməyə, daha doğrusu yığmağa. O da əmələ gəlmədi. Fikir versiniz, valın nəginə qoyubdu. Kalankanın valıdır bu. Piskinə qoyubdu. Onun da piskinə qoymaq səbəbi Tiaganın pulnikidir. Tiaganın pulnikinin şifti içine su geçip ona göre sıradan çıxardıq. Əmələ gəlmədi, biz də onu təzə yenisi ilə əvəzləşdirdik. Yeni kalanka qoyduq, pakovka. Silversiz, gördüğünüz kimi bax, yenisi ilə. Tiagası üstündə, pulniki üstündə. Bu tərəfdən Tiaga pulnik kalankanın üstündədir. 6 ay zamanətlə. Xeyirli olsun sahibinə. Diqqətiniz üçün təşəkkür edirəm.